Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaiqi ecma'in. Ba'isil enbiyai vel murselin. Sallallahu ala seyyidina ve nebiyyina ve tabibi nüfusina ve habibi kulubina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed. وآله المعصومين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Günümüzün, özümüzün sahibi İmam Zaman ağanı salavatla yad edin. Allahümme salli ala Muhammed. Allah bu mübarək cümə gününü bütün müsəlmanlara, xüsusilə siz eşidənlərə mübarək eləsin və qarşıdan gələn Qədirxum bayramını da Allah Teala bizlərin hamımıza mübarək eləsin inşallah. Qədirxumun başqa bayramlarla fərqi var. Dinin bir dəfə qeyd elədik bunu. Bütün bayramları, ustadlardan biri deyirdi ki, dinin bütün bayramları dinin bir hissəsinin bayramıdır. Tutalım mübarək Qurban bayramı ki keçdi. Dinin daxilində bir bayramdır Qurban bayramı. Bir salavatla biraz qabağa gələydi. Allahümme salli ala Muhammed və ali Muhammed. Qurban bayramı dinin daxilində, həcc mərasiminin içində olan bir bayramdır. Və yaxud cümə günü ki bayramdır, hər həftə bu dinin daxilində olan bayramdır. Dindən irəli gələn bayramdır. Mübarək Ramazan ayının fitir bayramı dinin daxilində olan bayramdır. Amma Qədirxum bayramı dinin dayağı olan bayramdır. Yəni Qədirxum günü yaxşı təhlil eləyə bilsək, başqa günlərdən ona görə fərqlənir ki, başqa bayramlardan bu bayram ona görə fərqlənir ki, bu bayram bais olub başqa bayramlar qalsın. Fərz edək Qədirxum olmasaydı, yəni vilayət olmasaydı, nə qurban vardı, nə cümə vardı, nə fitir vardı. Bu bayramların hər biri həmin gün üçün olan bayramdır. Diqqət eləsə görərik ki, Qurban bayramı Qurban günü üçün bayramdır. Və onun bayramlığı elə Qurban gününə aiddir. Fitir bayramı həmçinin, cümə bayramı həmçinin. Hətta digər mövludlar filanlar hamısı. Amma Qədirxum bayramı, Qədirxum gününə aid bayram deyil. Qiyamətə qədər təsirə malik bayramdır. Qədirxumda kafirlər məyus olub ki, artıq bu müsəlmanlara batmaq olmaz. Bu müsəlmanlara qalib gəlmək olmaz. Çünki bunların Peyğəmbərindən sonra rəhbərlik sistemi məhv olmadı, davam eləyir. Bu ən böyük bayramdır. Və Allah Teala bizə lütf eləsin ki, bu bayramı layiqincə qeyd eləyək inşallah. Təbii ki, hər bir məclisin, hər bir moizənin bir xüsusiyyəti var. O da dərdi dildir. Əgər bir nəfər moizə edirsə, digərləri qulaq asırsa, bir nəfər yuxarıda oturursa, digərləri aşağıda oturursa, o dərəcəyə görə deyil. Bir nəfəri sanki təhkim etmişik sən,
dərdi dilimizi de. İki dənə sual var. Biz namaz qılanlar, namaz qılmayanlar, müsəlmanlar, insanlar arasında. Bir sual budur. Kim Allah'ı sevir? Adətən bu sualın cavabı müsbətdir. Əksəriyyət iddia edir ki, biz Allah'ı sevirik. Bəziləri doğrudan, bəziləri az doğrudan, bəziləri yalandan. Bəziləri də ümumiyyətlə riyakarcasına, el gözünə deyirlər ki, Allah'ı sevirik. Doğrudan Allah'ı sevmə iddiasında olanların əməllərində o sevgi özünü biruzə verir. Allah'ı sevən o insandır ki, bu sevginin başqa sevgilərlə toqquşduğu zamanında keçsin Allah tərəfə. O da ki, bütün parametrlərlə izah oluna bilər. İstər böyük əməllərdə, məsələn, böyük əməllərdən birini misal çəkim, çox aktualdır, ona görə deyirəm. Və hələm insanlar bunun qarşısında dayana bilmirlər. Hələ möminlərin gücü çatmır bu məsələyə. Fərz edək bir nəfər vaxtı ilə halalı haramı riayət eləməyib. Əməl eləməyib halalı harama. Gedib, fərz edək, araq satıb pul qazanıb, ya məsələn narkotika satıb pul qazanıb və yaxud bir nəfər şərikini aldadıb pul qalıb buna və yaxud şərikini məcbur eləyib ki, buna pulu halal eləsin, görüb daha vermir deyib halal olsun da neynəsin. Və s. və ilə axır. Belə qeyri-qanuni yollarla pul qazanıb, indi istəyir halal harama riayət eləsin. Bu ev tikib, bu maşın alıb, bu biznes qurub. İndi ürəyindən bu biznesin, evin, maşının məhəbbətini çıxarmalıdır, qohum-əqrəbanın tənqidinə dözməlidir, ailənin tənqidinə dözməlidir, hətta möminlərin tənəsinə dözməlidir, imtina eləməlidir bunlardan. Çünki Allahın sevgisi buna tələb eləyir ki, sırf halallıq olmalıdır. Mən ki, burada qeyd elədim, möminlərin tənəsi, qohum-əqrəbanın tənəsi, bunu özümdən demirəm. İmam Sadiq əleyhissalamdan bir hədis var. O hədisin tərkibindən bu çıxır ki, insanın düşməni təkcə iblis deyil. İnsanın 3 düşməni var. İnsanın bu aləmdə 3 mühüm düşməni və yoldan çıxaranı var. Ən mühümü iblisdir. Çünki o biri 2 dənəni də iblis yaradır. İkincisi insanın öz nəfsidir. Üçüncüsü istər istəyərək, qəsdən, istər istəməyərək, bilmədən cəmaat. Cəmaat üçüncü düşməndir. Mənfi fikirdə olan cəmaat. İnsan bir halal yola qədəm qoyanda 3 dənə düşmən qarşısını alır. İblis, nəfs, cəmaat. Ən mühüm nümunəsi əksəriyyətimizin qarşılaşdığı problem toy. İblis də deyir, araq ver, haram musiqi gətir. Nəfs də deyir, araq ver, haram musiqi gətir. Cəmaat da deyir, araq ver, haram musiqi gətir. İmam Sadiq ağanın yanına biri gəldi. Dedi ki, mən neyniyim? İmam buyurdu, bəndəliyin həqiqətini özündə yarat. Ağa necə? Buyurdu, bəndə bilsə ki, nəyim var ağanındır. O zaman ağanın verdiyi şeyləri, yəni pulu, varı, dövləti, canı, ağa deyən yerdə sərf eləsə, problemi yaranmaz. Mənim deyil ki, o deyir elə eləyirəm. Mən nümayəndəyəm, vəkiləm.
İmam sonra buyurur ki, İnsan bütün gününü, saatini, fikrini, zikrini buna sərf eləsə ki, Allahın əmr elədiklərini yerinə yetireyim, Allahın nəhy elədiklərindən uzaq qaçım, günah eləməyə sadəcə olaraq vaxtı çatmaz. Vaxtı olmaz günah eləməyə. Boş vaxt olmayacaq günah eləməyə. İmam sayır bunları sayır, sonra buyurur ki, belə olsa, İblisin, nəfsin və cəmaatın təzyiqi insana əziyyət eləməz. Diqqət eləmək lazımdır. Bəzən biz iblis funksiyasını yerinə yetiririk. Nəfs rolunu oynayırıq başqaları üçün. Çox ehtiyatlı olmaq lazımdır. Təbliğatımızda, danışığımızda, rəftarımızda nəyi yayırıq biz, nədən danışırıq, nəyi təbliğ edirik. Bunlar çox mühümdür. Allah sevgisi toqquşdur. Onda bilinər, doğrudan insan Allahı sevir ya yox. Həqiqi sevən keçəcək Allah tərəfə. Cəmaatın tənəsində udacaq. İblisin vəsvəsələrini də rədd eləyəcək. Nəfsin istəklərindən də imtina eləyəcək. Allahın sevgisinə əməl eləyəcək. Amma gücü çatmayan şəxs daha iddia eləməsin ki, Allahı sevirəm. Doğrudur, Allah Taala'nı sevməmək mümkün deyil. Çünki insan adətən o zaman birini sevir ki, ürəyinin istədikləri, xoşuna gələn xüsusiyyətlər onda olsun. Allah Taala'da da o qədər gözəl xüsusiyyətlər var. O xüsusiyyətlər o qədər çoxdur və o qədər şiddətlidir ki, Allahı sevməmək mümkün deyil. Elə namərdlik eləyirəm Allaha qarşı, özümə nifrət eləyirəm. Sabah gəlirəm, Allah mənə elə lütf eləyir, yenə özümə nifrət eləyirəm. Mənim elədiyim əməl harab, onun elədiyi rəhmət harab. Elə vəziyyətdə Allah Taala'nın əhkamına zərbə vururam ki, Allah Taala 100% inciyir. Sabah mənə cəza verməlidir axı. Elə bir ehsan eləyir ki, ağlım olsa xəcalət çəkərəm. Bu Allahı sevməmək mümkün deyil ki. Bu Allah mən öz ehtiyaclarımı başa düşmədiyim halda mənim ehtiyaclarımı ödəyib. Mən hardan bilirdim ki, tutalım, körpə vaxtı mənim dişim olmayacaq, mənə kebab yemək olmaz, süd lazımdır. Özdə mənim bədənimə uyğun Allah Teala onu ananın döşündə yaratdı. Hardan bilirdim mən o ehtiyac lazımdır mənə? Mən hardan bilirdim ki, ata-ananın mehribançılığı lazımdır, Allah onu verdi mənə. Ata-anaya o mehribançılığı kim təzriq elədi, kim köçürtdü, hardan köçürtdü? Mən hardan bilirdim bunları? Allah Taala'nı sevməmək mümkün deyil. O baxımdan hamı Allah'ı sevir. Amma iddia eləmək baxımından ki, ilahi mən səni sevirəm və bunun dalıca getmək hər adamın işi deyil. Hər oğlanın işi deyil, hər qızın işi deyil. Çox çətindir, ona görə çox azdır. Və elə ona görə o yolu gedənlərin əlini öpürük. Behcətlərə təzim edirik. Onlar gediblər. Onlar o yolu gediblər. Behcət kimi şəxsiyyətlər bizim üçün 2 qat nümunədir. Mümkündür bizim nəfsimizin o xəllaqiyyətindən, o bəhanə yaratmaq qüdrətindən bu əmələ gəlsin ki, əşi, övliya olmaq qaldı keçmişdi. İndi övliya olmaq olar. Televizor, internet, telefon, nə bilim, müxtəlif rabitə vasitələri, cəmaatın qaynar hərəkətləri, münasibətləri, maşın, texnika, bazar, iş, güc, biznes, baş gicəlləndirici texniki sürət, inkişaf filan bəsməkən, indi övliya olmaq olmaz. Behcət olur. Elə bu dövrdə, elə bizimlə müasir dövrdə behcət övliya olur. Bizim bəhanəmiz tamam kəsilir. Necə övliya olur? Hədis var ki, müminin
dili və cismi cəmaatla mehriban, cəmaatla bir olmalıdır. Ruhu və əməli cəmaatdan ayrı olmalıdır. Dili və cismi insanlarla bir, mehriban, səmimi, ruhu və əməli ayrı. Yəni, hər günah eləyən insanın birinci günahını görməmək lazımdır. Hədislərdə var ki, mömin 3 hissədən ibarətdir. 2 hissəsi zirəklik, ayıqlıqdır. Bu hədisə birdən diqqət yetirin. Görün, mömin, bütün mömini xarakterizə eləyir. Mömin 3 hissədir. 2 hissəsi zirəklik və ayıqlıq, huşyarlıq. Yəni, avam filan deyil, sadə-madə deyil. 3-cü hissəsi bilirsiniz nədir? Göz yummaq. Yəni, mömin birinin günahı ilə maraqlanmırsa, o demək deyil ki, görmür, bilmir. Hamıdan yaxşı görür və hamıdan yaxşı bilir. Allah Teala Peyğəmbərə buyurdu ki, sən onların danışığından bilərsən ki, onlar münafiqdirlər ya müsəlmandırlar. Danışığından bilirdi. Amma necə idi? Eşitmişsiniz İslam tarixində kiminsə günahın Peyğəmbər desin, sən filan günah eləmsən. Tamam göz yummaq. 2 hissəsi zirəklik, 1 hissəsi göz yummaq. Mömin belə olsa övliya ola bilər. Zamanın fərqi yoxdur, inkişafın fərqi yoxdur. Bu bizim Allaha sevgimiz. Gəlin valı fırladaq o tərəfə. Biz iddia eləyə bilərik yalandan, doğrudan filan bəs məkan. Gəlin görək Allah kimi sevər. Kim Allahı sevər, o belə də əhəmiyyət kəsb eləmir. Allah kimi sevər. Kim Allahı sevər, Allah məcbur deyil özünü onun sevgisinə uyğun düzəltsin. Allah kimi sevər, onu bilmək lazımdır ki, özümüzü onun sevgisinə uyğun düzəldək. Bir neçə Quran ayəsi. Bəqərə surəsinin 195-ci ayəsində Allah Teala sevdiyi insanlardan birinin xüsusiyyətini qeyd eləyir. Buyurur, İnnəlləhə yuhibbul muhsinin. Allah yaxşılıq eləyənləri sevir. Əgər istəyirsən Allah səni sevsin, yaxşılıq elə. Əgər istəyirsən biləsən Allah kimləri sevir, bax yaxşılıq eləyənlərə. Şübhəsiz Allah onları sevir. Özü deyir ki, İnnə ərəb dilində təkid ədatıdır. Həqiqətən Allah ehsan edənləri, yaxşılıq edənləri sevir. Gözəllik yaradanları sevir. Yaxşılıq eləyənləri sevir. Kim desə ki, mən istəyirəm Allah məni sevsin, amma ömründə bircə dəfədə bir qəpi pulu çıxmayıb. O yalan deyil, istəmir Allah ki, onu sevsin. Allahın sevgisi gizlin deyil ki. Allahın sevgisi aşkardır. Nədir? Bir nümunəsi budur. İstəyirsən Allah səni sevsin, yaxşılıq elə. Yaxşılığı ona görə eləmə ki, o sənə çox sağ ol desin tərəf. Yaxşılığı ona görə demə ki, 5 nəfər bilsin. Yaxşılığı ona görə eləmə ki, məsələn, inkişaf olsun, nə olsun, nə olsun, onlara görə eləsən, sabahları biri sənə sağ ol deməsə, cəmaat səni tanımasa, inkişaf olmasa, abadlıq olmasa, sən daha yaxşılıq eləməyəcəksən. Ona görə yaxşılıq elə ki, ilahi, mən istəyirəm, sən məni sevəsən. Onda sənin problem yox, tərəf sənə sağ ol desin, deməsin. O zaman sənə sağ ol deməsə yaxşı olacaq. Niyə? Çünki istəyirsən təkcə o bilsin axı. Onun sevgisini qazanasın axı. İnsan razı olar ki, onun sevgisinin böyründə başqasının sevgisi olsun. O biraz xələl gətirər, o biraz ləkə vurur. Ona görə mömin insanlar var qüvvələrini buna sərf edirlər. Sərf edirlər yox, ümumiyyətlə bunların gediş tempi, seyri suluk üslubu, hərəkət üslubu belə idi ki, ümumiyyətlə insanların bilməsi nə deməkdir ki? Mən əgər mənəvi o baxımdan inkişaf eləmək istəyirəm, bura insanların bilgisinin ümumiyyətlə nə dəxli var? Mənə nə var kimsə bilsin, bilməsin? Niyə bilməlidir ümumiyyətlə? Bilsə manesliyi törədəcək, bilsə bazar olacaq, bilsə o gələcək, bitər baxacaq mənə, bu ağa deyəcək, o qurban olum deyəcək, başıma dönüm deyəcək,
İndi gəl bu qədər günahları tərk edə, bir dənə də eqoizmi tərk et. Bir dənə də xudbinliyi tərk et. Bir dənə də əlavə günah yaranacaq. Bu xov yaranacaq. Adamın əl-ayağına dolaşacaq bu xüsusiyyətlər. Əgər adam Allahın sevgisini qazanmaq üçün yaxşılıq eləsə, həm yaxşılığı effekt verəcək, həm heç şübhəsiz Allahın sevgisini qazanacaq. 1. Allah kimi sevir? Yaxşılıq eləyənləri. Bəqərə 195. 2. İnnəllâhə yuhibbut tavvabin. Allah tövbə eləyənləri sevir. Burada Allah Teala buyurmur ki, Allah innəllâhə yuhibbul taibin. Allah tövbə eləyənləri sevir. Buyurur, innəllâhə yuhibbul tavvabin. Allah çox tövbə eləyənləri sevir. Bəzən görürsən, gəlib deyirlər ki, filan kəs bəsdir də, sən elə tövbə eləyirsən, sonra yenə qaydırsan, yenə tövbə eləyirsən, yenə qaydırsan, yenə tövbə eləyirsən, yenə qaydırsan. Doğrudur, hədislərdə var ki, irfanı baxımdan bu istehzadır Allaha. Amma o biri baxımdan baxmaq lazımdır ki, bu elə yıxılıb durmaq, bu uşaq böyümək istəyir. Bu ki, tövbə eləyir, yenə qaydır günaha, tövbə eləyir, yenə qaydır günaha, yenə tövbə eləyir, bu demək istəyir ki, mən hərəkət eləyirəm. Amma o insan ki, məsələn, ibadətlərini yerinə yetirir, namazı, orucu, hər şey qaydasında, o biri günahlarını heç vecinə də almır, elə stabil həyat qurub özü üçün bu inkişaf eləmir. Düzdür, o geridədir bundan, amma hərəkət eləyir. Bu isə gəlib dayanıb bir yerdə, hərəkət eləmir. O ki, günah tövbə, daim bu hərəkət eləyir. Düzdür ki, mənfidir bir baxımdan ki, adam gərək belə eləməsin. Amma o biri baxımdan adam gərək belə eləsin. Mövləvi demiş ki, Allahın dərgahı məyusluq, ümidsizlik dərgahı deyil. 100 dəfədə tövbə sındırsan, yenə qayıt. Demə ki, daha sındırdım tövbəmi, daha əskildim. Denən ki, madam ki, sən məni iblis yıxdın, mən yenə qaydacam. Necə ki, iblis 950 il Nuh Peyğəmbərin qövmünün üzərində dayandı ki, onlar çaşsınlar. Eləcə də biz, heç olmasa 50 il, 60 il dayanmalıyıq ki, hidayət olunaq. Adam yıxılar da, durar da, o problem deyil. Problem budur ki, adam yıxıla deyə ki, vəssalam, daha mən məğlub oldum. O problemdir. Allah çox tövbə eləyənlər sevir. Bu ikinci xüsusiyyət Bəqərə 222-də. Və ardıca və yuhibbul mutatahhirin. Allah pak olmaq istəyənləri sevir. Bu da tövbənin dalıcadır. İnsan istəyir pak olsun. Bu da Bəqərə 222-dədir. Ümumiyyətlə, pak olmaq istəyi çox çətin istəkdir. Elə insanlığın hədəfi budur, amma çətin məsələdir. Pak olmaq sumbatalanmaq deməkdir, şukurkalanmaq deməkdir. Pak olmaq sürtülmək, təmizlənmək deməkdir. Pak olmaq əməliyyat deməkdir. Zərərli ünsürləri, ziyan verici xəstə orqanları kəsib atmaq deməkdir. Pak olmaq pəhriz deməkdir, pərhiz deməkdir. Çətindir. Pərhizi hər kəs eləyə bilmir ki. Hər kəs əməliyyat stoluna yıxılmağa cürət eləmir. Amma Allah belələrini sevir. Əgər bir nəfər pak olmaq istəyirsə, baxmasın ki, mənim həyatım can sıxıcı keçir. Baxsın ki, Allah Teala məni sevir. Adam onu dərk eləsə, Allahın sevgisini qazanmışam, o ən böyük stimuldur. Bəqərə 222. Dördüncüsü, bəla mən əvfa bi'əhdihi. Ali-İmran 76. Allah əhdinə vəfa edənləri sevir. Verdiyi sözə əməl eləyənləri sevir. Əgər biz verdiyimiz sözlərə əməl eləyə bilmiriksə, bilməliyik ki, Allah bizi sevmir. Əgər verdiyimiz sözlərə tam əməl eləyə bilmiriksə, onda biz başa düşməliyik, anlamalıyıq ki, bizi Allah Teala tam sevmir. Qeyrət lazımdır, əzmkarlıq lazımdır. Bir dəfə bacarmadın, gələn dəfə başda. O dəfə bacarmadın, gələn dəfə başda.
əməldən dayanmaq ayıb deyil. İnsan, iblis güclü pəhləvandır, insanı yıxar yerə, vurar yerə. İmam Zeynəl Abidin Ağadan hədis nəql edirlər ki, iblis hərdən mənim də ətrafında dolaşır. Görün, bundan da bir payıma bilirəm ya yox. Bir şey qoparda bilirəm bundan ya yox. Yəhya Peyğəmbər əleyhissalam bir dəfə iblisi gördü, mükaşifə aləmində. Dedi ki, ay məlun, məndən bir şey umursan? Dedi, hə. Həzrət Yəhya ki, da xalis Peyğəmbərlərdəndir. Buyurdu, nə zaman, nə umursan məndən? İblis məlun dedi ki, hərdən sən gedilər bir balaca çox yemək yeyirsən. İndi onların çox yeməyi bizim çox yeməyimiz deyil, ha? Məsələn, bizim bir porsiyumuz onlar 3 dəfə yerlər gündə. Yəni, onların çox yeməyi, məsələn, 2 tikə yerdə 3 tikə yeyib. Hərdən biraz çox yeyirsən və yuxulu ibadət edirsən. Onda mənə ləzzət eləyir. Yəhya dedi ki, mən söz verirəm, indən belə ömrümün axırına qədər doyun qarına yemək yeməyim. İblis qaraldı. Dedi, mən də söz verirəm, ömrümün axırına kimi bəni adamı nəsiyyət eləməyim. Dedim, çıxdı əlimdən. Yəhya kimi Peyğəmbərə ki, Allah onu Quranda seyyid adlandırır, pak adlandırır. Şəhid oldu, axırda bir pozğun qadının əmri ilə başını kəstdilər Həzrətin. O cür Peyğəmbərdən iblis məlun umur. Biz kimik ki? Amma yıxıldın gərək dayanmayasan. Gərək növbətdə hücuma keçəsən. Əhdə vəfa eləyənləri Allah sevir. 1, bu oldu. 4-cü və 5-ci. Və təqa və kim təqvalı olsa, fə innəllaha yuhibbul muttəqin. Allah təqvalıları sevir. Təqva dəfələrlə qeyd eləmişəm. Alimlərin kitablarından biz bunları götürdük. Təqva yəni məsuliyyət. Təqva yəni cavabdehlik. Təqva yəni ciddilik. Təqva yəni Allaha verdiyin sözün barəsində məsuliyyət daşıyasan. İnsanlara verdiyin sözün barəsində məsuliyyət daşıyasan. Təqva yəni Allahın boynuna qoyduğu vəzifələri yerinə yetirməkdə ciddi olasan. İnsanlarla münasibətdə ciddi olasan. İşində ciddi olasan, ibadətində ciddi olasan, məsuliyyət hissi olsun səndə. Biləsən ki, soru-sual olunacaqsın. Quranda ayə var ki, qəlbinizdən də soruşacaq. Gözünüzdən də, qulağınızdan da soruşacaq. Əlləriniz gəlib şəhadət verəcək. Ağzınızı bağlayacaq. Sən danışma. Sən açdın ağzını, yalan palan qatacaqsan bir-birinə. Bəhanələr filanlar. Deyilsən dayan. Qoy başqa üzvlər danışsın. Əl-yevmə nəxtimu alə əfvahihim. Yasin surəsində Allah buyurur. Bugün onların ağızlarını möhürləyirik. Və tükəllimuna əydihim. Onların əlləri bizlə danışacaq. Və təşhədu ərculuhum. Onların ayaqları şahidlik eləyəcək. Nə qazanıblar, nə günah eləyiblər, nə eləyiblər. Dilə deyəcəm, sən dayan. Sən danışdın. Allah rəhmət etsin. Əllamə Təbəttəbəyə Əl-Mizanda deyir ki, dua gərək insanın içindən gəlsin. İçindən gəlsə dahi heç bir şərti yoxdur, qəbul olunacaq. Sonra buyurur ki, Allah axı bizim dilimizə necə etibar eləsin? Bu dillə yalan danışırıq. Söyürük. Zarafat eləyirik. Yalandan zarafat eləyirik. Bir nəfərə nəyisə başa salmaq üçün işarə ilə söz deyirik. Ciddi danışırıq, riyakarcasını danışırıq, səmimi qeyri-səmimi olur. Bu dilə etibar eləmək olar. İlahi mənə kömək elə. İndi Allah əstəğfurullah başqa formada desək, nə bilsin, bu düz istədi, yalan istədi. Dildir də hər şey istəyir. Hər şey deyir. Ay Allah, mən səni çox sevirəm. Gedib bir söyür. Yalan danış, adam öldürür, zinə eləyir, içki içir. Bu dilin nəyinə etibar eləsin? Gərək içəridən, qəlbin dilindən gəlsin ki, Allah qəbul eləsin. Daha başqa heç bir şərti yoxdur onun. İçdən gəlsə Allah qəbul eləyəcək. Təqvalı, məsuliyyətli olmalıdır insan. Bu neçənci oldu? Kimlər Allah Teala yaxşılıq eləyənləri sevir 1, çox tövbə eləyənləri sevir 2. Ümumiyyətlə hədisdə var ki, hədisi qudüsülər gərək ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisindədir. Ümumiyyətlə, diqqət eləyin, kainatda tövbə eləmiş cavandan daha sevimli bir şey yoxdur Allah üçün. Allah Teala kimi bu dünyada, nəyi bu dünyada hər şeydən çox sevir? Tövbə eləyib Allah yoluna qayıtmış cavanı.
Hədislərdə var ki, övladı evindən qaçmış, övladını gözləyən valideyn kimi Allah gözləyir günahkarların tövbəsini. Ki, haçan gələr. Övladını gözləyən valideyn kimi. Bu Ali-İmran 76'da idi. Vallahu yuhibbus sabirin. Ali-İmran 146. Allah səbr edənləri sevir. Allah dözümlü insanları sevir. Allah müqavim insanları, müqaviməti çox olan insanları sevir. Allah Teala hövsələli insanları, təmkinli insanları çox sevir. Allah Teala ibadətə dözən insanları, qəzaları yerinə yetirməyə dözən, vaxt tapan insanları, hövsələ tapan insanları, dini məclislərdə iştirak etməyi bacaran, ona dözən, hövsələ çatan insanları, səhər durub sübh namazını qıla bilən insanları, gecə durub gecə namazı qıla bilən insanları, günah görəndə günaha göz yuma bilən insanları sevir. Allah Teala yoxsulluğa dözə bilən insanları, dünyanın çətinliyinə, müsibətinə, ölümünə, itiminə, bəlasına dözə bilən insanları sevir. Allah Teala bişmiş insanları sevir. Möhkəm insanları sevir. Böyük iradələri sevir. Ali-İmran 146. Nəhayət, İnnəllaha yuhibbul mütəvəkkilin. Ali-İmran 159. Bunların heç biri insan tək olsa əmələ gəlməz. İnsan tək başına bunların heç birini eləyə bilməz. Bir dənə şərt lazımdır bunları eləməyə. Öz iradəndən sonra Allaha arxalanmalısan, özvə yox. İradəvi işə sal, amma demə mən eləyəcəm bunu. Denən Allahın təvəkkülü ilə, Allahın imdadı ilə eləyəcəm. Etiraf elə, onsuz da Allah kömək eləyir, etiraf elə bunu. Allaha arxalanmasan, ümumiyyətlə, Ürəfanın sözlərində var, ariflərin, övliyaların ki, bir məqam var. O məqamı insan dərk eləməlidir. O da bundan ibarət. Kim desə ki, mən Allaha arxalanmadan günah eləməyəcəm, əhl-i beytdən kömək istəmədən günah eləməyəcəm, istəyir yerə batsın, istəyir göyə çıxsın, heç yerə sata bilməyəcək. Allah Taala'nın sistemi var. O sistemin əsas tərkib hissələrindən biri Allaha təvəkküldür. Allaha təvəkkül, bəlkə biz də günahları tərk etdik. Allah'ın verir izzətinə, cəlalına, Allah Teala bizi dünyada və axirətdə sevgisini iddia elədiyimiz Qurandan və Əhl-i Beytdən ayrı salmasın. Bu danışdıqlarımızı əleyhimizə yox, lehimizə şahid gətirsin. Hətta riyakar əməllərimizi də öz kamilliyinə, lütfülə, ağalığına xatir, imamların, peyğəmbərlərin, övliyaların kamil əməllərinə xatir bizdən xalis qəbul eləsin. Amin. Günahlarımızı əf, halal ruzimizi bol, ömrümüzü uzun eləsin. Amin. Xəstələrimizə şəfa, müşkillərimizi həll eləsin. Amin. İmam Zaman ağanın canını yerin göyün bəliyyatından hifz eləsin. Amin. Ağanın zuhurunu tezləşdirsin. Amin. Dünyada və axirətdə bizi peşiman eləməsin. Amin. Bizi xəcalətli eləməsin. Amin. Bizi üzü qara eləməsin. Amin. Nəslimizdə Quran və Əhl-i Beyt düşməni qərar verməsin. Amin. Bizi imansız, Quransız Əhl-i Beytin lütfu olmadan dünyadan aparmasın. Amin. İmam Zaman ağanın zuhurunun tezliyi üçün Muhammed Ali Muhammedə salavat zikr edir. Allahümme salli ala Muhammed Ali Muhammed. Allah ecir versin. Allah salavat. Ecma'in ba'ithil enbiya'i vel mursalin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve alihil ma'asumin ellezine ezheballahu anhumur ritsa ve tahharahum tathira. وَلَعْنَةُ اللّٰهِ عَلَى أَعْدَائِهِمْ أَجْمَعِينَ إِلَى يَوْمِ الدِّينِ رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي. Sahibimizin zuhurunun tezliği için salavat zikredileyik.
Keçən məclislərin birində Həzrəti Əli əleyhissalamın Həzrəti Peyğəmbər salavatullahın dili ilə şəxsiyyətini müəyyən qədər bir sıra hədislərlə açıqladıq. Bugün istəyirəm Həzrəti Əlinin öz dilindən özü haqqında hədislər eşidək. Həzrəti Əli özünü necə tanıtdırır? Bunun iki faydası olacaq. Birincisi, Həzrəti Əlini biz tanıyacaq. İkincisi, Həzrəti Əlinin simasında kamil insan necə olmalıdır, onu biləcək. Kamil insan olan Həzrəti Əli özünü təqdim eləyir ki, mən belə insanam. Hələ bu hədislərə başlamazdan əvvəl bir bəhs ortalığa çıxır. Adam özünü tərifləyər, sual çıxır ortalığa. Adam özünü tanıtdırar, adam özündən danışır, mən beləyəm, mən eləyəm. Bu riya olmaz, bu loğalıq olmaz, bu təkəbbür olmaz. Bəli, adam özün tərifləsə, təkəbbür olar, riya olar, loğalıq olar. Amma adam da var, adam da var. Bir var, bir nəfər həkim gəlir, 5 dənə dostun üstündə deyir ki, mən bilirsiniz necə həkiməm, mənim elə bıçağımın altından salamat çıxan olmayıb, ölən olmayıb. Mən çox yaxşı həkiməm, çox güclü həkiməm, filanam, bəs məkanam, mən qədər tibbi yaxşı bilən yoxdur, bu loğalıqdır. Bir də var, həkim tablo yapışdırıb qapısının ağzına. Mən bu elmləri bilirəm, bu zəhmətlərimə görə, bu nailiyyətlərimə görə mənə bu fəxri diplomlar, fərmanlar verilib, mənim yanıma gəlin, mən peşəkaram. Bu loğalıq deyil. Bu cəmaatı təhlükədən qurtarmaqdır. Ay cəmaat, mən düzünü bilirəm. Mənim yanıma gəlin. Bu cəmaata görədir ki, saxtakar həkimlərin yanına getməsinlər. Gedib özlərini cəllad bıçağının altına salmasınlar. Nanəcib pul qazanmaq üçün hər şeyini satan bir həkimin yanına edib, yalancı iynə dərmanla bədənlərini doldurmasınlar. Özlərini ölümə təhlükə atmasınlar. Bu savabdır, nəinki loğalıqdır, elə əksinə. Bunu eləməsə günahkar olar. Sabah Allah yapışar yaxasından. Sən bunu bilirdin, niyə yapışdırmadın divarı ki, sən yanıma gəlsinlər, getdilər saxtakarların yanına. Və yaxud prezident seçkiləridir. Gedirik platformasını təqdim edir cəmaata. Mən belə eləyəcəm, mən elə eləyəcəm. Loğalıqdır bu, yox. Bu deyir, ay cəmaat, mən yaxşı bacarıram. Görürsən, birinin maşını xarab olur. Bu da aparır qondarma ustanın yanına. Sən də o məsələni, o problemi hamıdan yaxşı bilirsən. Dinmirsən ki, mən loğalıq eləyənmərəm. Bu, geçsin, aparsın. Sən cəmaatın maşının məhv eləyirsən, loğalıq eləyənmərəm nədir? Əgər bir işi, bir sənəti yaxşı bilirəmsə və görürəmsə ki, insanlar bunu bilmirlər, gedirlər pislərin yanına, mənə vacibdir deyim. Bir müctehid gəlib o həddə çatıb ki, görür bu məsələləri məndən yaxşı bilən yoxdur. Əgər deməsə bunu, açıqlamasa, cəmaat gedib səhv fətvalarla səhv ibadət eləsələr, bunun boynuna vəzifə gəlir, qiyamət günü haqq hesab olunacaq. Bilirdin, niyə demədin? Bunun cürbəcür variantları var. Ən sadəsi, ən o loru dildə desək, dayanmışsan bir asfaltın bitəcəyində, sonunda, səndən başqa heç kəs bilmir ki, bunun axırı uçurumdur. Bircə sən bilirsən ki, buradan sağa dönmək lazımdır. Sən də deyirsən ki, mən deyənmərəm, mən hamda yaxşı tanıyıram yolu, bu loğalıq olar. Cəmaat uçurma edəcək axı. Olmaz. Hə, görürsən ki, bazar qaynardı, deyirsən, qoy mən də tərifliyim özüm, mənə də bir məqam versinlər, onda loğalıqdır. Həzrət Əli əleyhissalam, başqa peyğəmbərlər, başqa imamlar, əgər deyiblərsə, biz beləyik, biz eləyik, ona görə yox ki,
tərifləsinlər, nəsə qazansınlar. Onsuz da onlara nə verirdilər özlərində qalmırdı ki. Onlar qazancdayıcı gələn olsaydılar, imamlıq eləməzdilər ki. Onlar da eləyərdilər başqaları kimi. Məsələn, Muaviyyə İmam Həsən əleyhissalamdan sülh müqaviləsi bağlayandan sonra gəldi, çıxdı minbərə, dedi, cəmaət, siz elə bilirsiniz, mən sizə xəlifə olmuşam ki, deyəm, namaz qılın, oruz tutun, nəyimə lazım, istəyirsiniz qılın, istəyirsiniz qılmayın. Mənə lazım idi, Bəni Ümeyyə padişahlığa çatsın, çatdı. Özünüz bilərsiniz. O da belə eləyərdi. Yox, bunlara qazanc lazım deyildi. Həzrət Əli əleyhissalamın ümumiyyətlə o dediyi sözlərə də baxanda görürsən, qazanc niyyəti ilə deyilən sözlər deyil. Bir, ikincisi də ki, Həzrət əleyhissalam həyatının əvvəlinə, axırına kimi necə yaşadı? Özü xilafət erkəndə buyurdu ki, cəmaat, görsəniz mən xilafətdən kənarlaşanda ayağımdakı ayaqqabı dəyişib, bilin ki, sizə xəyanət eləmişəm. Bu idi Həzrət Əlinin meyyarları. Niyə deyirdi bu sözləri? Bizə başa salsın ki, mən düz yola aparıram, başqaları yox. Başqaları səhv yola aparır. Gözəllik istəyirsən, kamillik istəyirsən, həqiqət istəyirsən, gəl mənim yanıma, mən aparıram. Və maraqlıdır ki, nə müvafiqlərdən, nə müxaliflərdən heç kəs Həzrət Əlinin bu hədislərinə etiraz edib, demir ki, Həzrət Əlinin bu hədisi yalandır. Yalan deyir ki, mən beləyəm, eləyəm. Heç kəs demir və deyə də bilməz. İndi bir nəfər rəzalət simvolu durub deyə bilər ki, bəli, Həzrət Əli bunu yalan deyirdi. O deyər, çünki onun üçün Həzrət Əli, qeyri Həzrət Əli məsələ deyil ki, o gəlib rəzilliyini göstərməyə, alçaqlığını göstərməyə, göstərsin. Sabah qiyamət günü Əli bilər, o bilər. Amma heç bir tarixçi, heç bir təhqiqatçı, tədqiqatçı, heç bir alim bu vaxta qədər deməyib ki, bu hədislər ki, tarixdə səbt olunub, Həzrət Əli bu sözləri buyurub, yox, bunu yalan deyir. Heç kəs bunu deməyib. Çünki hamı bir-iki düz deyirdi. Salavat Muhammed, Ali Muhammed. Allahümmə salli ala Muhammed, Ali Muhammed. Bu hədisi əmr bi məruf, nəhyəz münkər eləyənlər üçün bir örnəkdir. İnni la əhussukum ala ta'atin illa və əsbiqukum iləyha və la ənhaakum an ma'siyetin illa və ətənaha qablakum anha. Mən sizə hansı əməl barəsində itaət eləyin Allaha dedimsə, hamınızdan qabaq özüm o itaəti elədim. Əmr bi məruf. Bu ən düzgün, dolğun, dəqiq, kamil əmr bi mərufdur. Yoxsa mən də əmr bi məruf eləyirəm. Ay cəmaat, belə olun, filan olun, özüm eləmirəm. Amma Həzrət Əli buyurur, xeyr, mən onlardan deyiləm. Mən Mircəfər deyiləm, deyəm, eləməyəm. Mən hansı işi sizə tapşırıramsa, sizdən qabaq özüm eləyirəm. Ümumiyyətlə, İslamın elə bir hökmü olmadı ki, kimsə Həzrət Əlidən qabağa keçmə bilsin, bu heç. Üstəlik, bəzi hökmlər ki, sonradan nəsx olundu, ləğv olundu, elə ləğv olunmamışdan qabaq Həzrət Əli ona bir dəfə əməl elədi. Məsələn, ayə var Quranda, sonra nəsx olunub ki, Peyğəmbərin qulağına söz deyəndə, əvvəlcə sədəqə verin, sonra gedin, deyin. Bir dənə Həzrət Əli Rus demiş ki, usbet elədi, bunu eləsin. Sonra hökm ləğv olundu, heç kəs eləyə bilmədi bunu. Bu adam savab meydanının qəhrəmanı idi. Çatan yox idi. Özü Nəsib-Ağda buyurur ki, ən zirvəyə uçan quşlar mən fəzilətimə çata bilməz. Yəni, ruhlarınızı çox sıxmayın ki, əli olacam. Oxşuyun, amma əli ola bilməyəcək, sarxain olun. Ən yüksək ruhlar mənə çata bilməz. Nəyə əmr elədimsə, hamıdan qabaq özüm əməl elədim. Hansı günahdan çəkindirdimsə sizi, hamıdan qabaq özüm çəkindim. Belə olmadı ki, mən bir sözü deyim, eləyin, özüm eləməmiş olum. Bir söz deyim, eləməyin, özüm eləmiş olum. Olmadı.
İkinci hədis başa salır ki, ay cəmaat, indi də bilməsiz, sonra biləcəksiniz ki, bir dənə nicat yolunuz var, o da mənəm. Amma indidən bilsəz yaxşıdır. İnni fikum əyyuhənnas. Mən sizin aranızda, ay cəmaat, Harunə fi ali Fir'aun. Fir'onun qövmündəki Harun peyğəmbər kimiyəm? Və kəbbabi hittatin fi bəni İsrail. Bəni İsraildəki hittə qapısı kimiyəm? Aya gəldi ki, bir qapıdır, tövbə qapısıdır. Əyilin oradan, istiğfar eləyin, keçin, tövbəniz qəbul olsun. Sındırmadı Yahudilər özlərində, biz oradan keçənmərik. Müsəlmanlar da Peyğəmbərdən sonra Əliyə tabi olub özlərini sındıra bilmədilər ki, bu da bizlə çiyin-çiyinə Peyğəmbərə səhabəli eləyirdi, indi gərək biz buna tabi olaq. Hittə qapısından keçə bilməyənlər kim? Bunlar da keçə bilmədilər. Və kəsəfinəti Nuhin fi qavmi Nuh. Nuh əleyhissalamın qövmündəki Nuh gəmisiyəm mən. Bunu təkdə Həzrət özü buyurmuyor. Peyğəmbər də buyurub ki, mənim əhl-i beytim sizin aranızda Nuhun gəmisi kimidir. Nəticə nədir? Kim mindi xilas oldu, kim minmədi qərq oldu. Hətta mənim ən yaxın səhabəm olsa belə. Necə ki, hətta Nuhun öz oğlu da qərq oldu. Çünki gəmiyə minmədi. Və inni ən-nəbəul ə'zəm. O Quranda deyilir, böyük xəbər, o mənəm. Və siddiqul əkbər, böyük siddiq, o mənəm. Və ən qalilin sətələmunə ma tu'adun. Tezlicə sizə vədə olunanı görəcəksiniz, biləcəksiniz. Üçüncü hədisdə Həzrət Əli əleyhissalam öz fəzilətini və öz fəzilətinin fonunda başqalarının fəzahətini bildirir. İnni ləm əfirrə minəz-zəhfi qəttu. Mən əsla döyüşdən qaçmadım. Ay Uhudda Peyğəmbər tək qoyub qaçanlar. Mən əsla döyüşdə qaçmadım. Və ləm yubarizni əhədun illa səqaytul ərdə min dəmih. Heç bir mübariz mənim meydanıma çıxmadı. Yalnız bu ki, mən onun qanı ilə yeri suvardım. Ay Xəndəkdə Peyğəmbərin çağırışına cavab verməyib kənarda duranlar. Hansı mübariz çıxdı meydanıma, yeri onun qanı ilə suvardım. Dördüncü hədisdə Həzrət Əli əleyhissalam bizim bütün meyarlarımıza bir dənə dəhşətli yumruq vurur. Ənəlləzi əhəntud dünya. Mən dünyanı saymadım. Mən dünyanı təhqir elədim. Ay dünya üçün hər şeyini satmağa hazır olan insanlar və bununla fəxr eləyənlər, geyimi ilə, yeməyi ilə, evi ilə, maşını ilə, vəzifəsi ilə, dayı ilə, filanı ilə, bəsməkanı ilə fəxr eləyənlər, mən bunların hamısına tüpürdüm. Bunu deyən adam sonra dünya pərəsti eləyə bilməz ki, bu ilə dünya qazansın. Biri gəlib desin ki, salavat Muhammed Ali Muhammed. Mən fəxr eləyirəm ki, dünyadan imtina eləmişəm, sonra görəsən ki, bu adam bu sözü ilə dünya qazanır. Olmaz ki. Bir alim çağırmışdılar padişahın sarayına, gördü ki, bazar dağdı, qaynardı, başladı ibadətə. Cəmaət yemək yiyir, bu ibadət edir. 1 saat, 2 saat ibadət elədi, sonra başladı süfrənin o quru nemətlərindən bir tikək. Məsələn, göyərtidən, pendirdən, çörəkdən bir tikərisini ötürdü, qoydu altına, əlhamdülillah, qıraqdan baxanlar deyirlər, bəh,
Bəh, ağaya baxır. Ağa bu qədər ibadət elədi, bitki çörək yemir. Nurdur da. Nəsə, ağa bitər, riyakarlıq rolun bitirdi, gəldi evə. Ay oğul, tez ol yemək gətir. Ata, bəs sən şahın süfrəsindən gəlmirsən? Dedi, əşi, adam çox idi. Orada elə ibadətə zada məşğul oldum, yemək də az yedim. İndi gətir yeyim. Dedi, onu da ata, ibadəti bir də qəza elə. Dedi, niyə? Dedi, onu da şaha görə eləmirsən də. Xeyirlə yeməyi bir qəza eləyirsən, namazı bir qəza eləmirsən. Onu da qəza elə. O da batil olub. O da az olub. O da tutmayıb. Həzrət Əli belələrindən deyildi. 5-ci hədisdə başa salır ki, mən müsəlman olanda siz İslamın əleyhinə döyüşənlər idiniz. Ənə sinvu Rəsulillah. Mən Peyğəmbərin mehriban dostuyam. Və sabiqu iləl-İslam. Hamınızdan qabaq mən İslamı qəbul eləmişəm. Özü də belə deyildi ki, hamının qəbul eləmək, heç kimin qəbul eləmək imkanı olmasın, mənim imkanım var, mən qəbul eləyim. Xeyr, Peyğəmbər sizə dedi, heç biriniz qəbul eləmədiniz, mən qəbul elədim. Və kasirul əsnam. Mən sındırmışam Kəbədəki bütləri. Peyğəmbər salavatullah gəldi, girdi Kəbə binasının içinə, istədi bütləri sındırsın, bütlər də bilirsiniz də hündürə qoyulmuşdu, yuxarı rəfləri qoyulmuşdu. Həzrət Əli ərz elədi ki, ya Rasulullah, çıx çiynimə sındır. Buyurdu, sən Peyğəmbərlik möhrünün ağırlığını götürə bilməzsən. Sən çıx mənim çiynimə sındır. Həzrət Əli çıxdı, Peyğəmbərin çiynində sındırdı bütləri. Və kasirul əsnam, bütləri mən sındırmışam. Elə o zahiri bütləri də Həzrət Əli sındırıb, sonra müsəlmanların içində yaranan münafiq bütləri də Həzrət Əli sındırıb. Və mücahidul kuffar, mən kafirlərə qarşı döyüşmüşəm. Və qami'ul əddad, o boyun qaldırıb İslamın qarşısını almaq istəyənlərin boynunu mən kəsmişəm. 6-cı hədisdə yol göstərir ki, istəyirsiniz elm qazanasınız, hidayət qazanasınız, ağıllı olmaq istəyirsiniz, gəlin mənim dalımca. Ənə aləmul huda, mən hidayət bayrağıyam. Bax, bayrağa get qabağa. Və kəhfud tuqa, mən təqvanın sığındığı o sığınacağam. Təqva mənə sığınıb. Və məhəllus səxa, indi bu sözlərin öz daxili mənası nədir? Onu Həzrət Əli bilər, Həzrət Əlinin yolun gedənlər bilər. Və səxavət mənbəyyəm, məkaniyam. Və bəhrun nəda, və bəhrun nuda, mən kəramətin, əli açıqlığın dəryasıyam, kərəm dərmasıyam. Və dudunnuha, ağıl istəyənlər, fəlsəfə axtaranlar, mən ağıl dağıyam. 7-ci hədisdə başa salır ki, mənsiz cənnət yoxdur. Mənsiz cəhənnəm var. Ənə qəsimullah beynəl cənnəti vənnar. Allah məni təyin eləyib cənnətdən cəhənnəmi bölməyə. La yədxuluha daxilun illa ala haddi qəsəmi. Cənnətə yalnız qəsmi, cənnətə yalnız mənim bölgümdən daxil olmaq olar. Və ənəl faruqul əkbər, mənəm haqla batılı ayıran böyük ayrıcı. Və ənəl imam limən bə'di, məndən sonrakıların hamısına imam mənəm. Yəni kim deyir ki, məndən qabaqda ona imam ola bilmərəm, geçsin. Ki, belə adam yoxdur. Ona görə bu hədisdən imamətin fəlsəfəsi də çıxır. Ona görə imam mənəm ki, heç biriz hidayətdə məndən qabağa keçə bilməmişsiniz. Mənim dalımca gəlirsiniz də. Mənim dalımca gələ-gələ deyirsən ki, mən sənin rəhbərin olum. Vəl müəddi əmmən kanə qəbli, özümdən qabaqçının əmanətlərini mən əda eləyirəm, Peyğəmbərin əmanətlərini. 8-ci hədisdə Həzrət Əli əleyhissalam çox irfani kəlamlar buyurur ki, onların həm fəlsəfi baxımdan mənası aydındır, həm də daxili mənaları var ki, o bizə çatmaz. Buyurur,
Ənə ilmullah, mən Allahın elmiyəm. Və ənə qalbullahil va'i, mən Allaha mənsub olan, Allahın diqqət yetirdiyi agah qəlbəm. Və lisanullahin natiq, mən Allahın danışan diliyəm. İstəyirsən biləsən Allah İslamı necə bəyan eləyir? Qulaq as mənə. Və aynullah, mən Allahın görən gözüyəm. Mən sənə baxıramsa demə Allah görmür, baxıram da mən. Və cəmbullah, istəyirsən Allah yanında məqam sahibi olasan, mənəm Allahın huzuru. Gəl mənim yanında məqam sahibi ol. Və ənə yədullah, mən Allahın əliyəm. Deyərsən ki, necə əli Allahın əlidir? Gəl soruşaq ikinci xəlifədən. Bir nəfər gəldi, ikinci xəlifənin yanına. Dedi ki, Əli məni vurdu. Əli əleyhissalam Kəbəni təvaf eləyəndə gördü ki, bir nəfər bir naməhrəmə baxır. Sataşır naməhrəmə. Şilləni tutuzdurdu qulağının dibindən. Bu da gəldi xəlifənin yanına ki, biz araları yoxdur da, indi fürsət düşəcək əlinə. Dedi, Əli məni vurdu. Dedi, o vurmaz, səni vuran Allahın əliymiş. O vurmaz, vursa deməli Allah vurur. 9-cu hədisdə öz həyatının parçalarını deyir və bizə də başa salır ki, belə olun. Ənəl hadi, mən düz yola çağırıram. Və ənəl muhtədi, mən düz yolu tapmışam. Və ənə əbul yətama vəl məsakin, indən belə kim desə mən əli şiyyəsiyəm, ya bir xüsusiyyətini götürsün özünə Həzrət Əlinin, ya da biraz səsin astadan qaldırsın. Ənə əbul yətama vəl məsakin. Diqqət, Əli buyurur, mənəm yetimlərin və çarəsizlərin atası. Ay Əlinin şiyələri, neçə nəfər burada yetimlərin və çarəsizlərin atasıdır, əlin qaldırsın. Və zavcul əramil, mənəm başsız qalan ailələrin pənahı. Və ənə məlcəu kulli zəif, hər bir zəifin sığınacağı mənəm. Və mə'mənu kulli xaif, hər bir qorxu içində, vəhşət içində, vahimədə olan insanın əminaman məkanı mənəm. Borcundan qorxan mənə sığınır ürəklə. Düşməndən qorxan mənə sığınır ürəklə. Da qorxmur, sabah Əli çırpacaq təpəmək yaşlı, sən də öldün o günləri. Əldən gedirdin, mən səni kömək elədim də, indi qudurmusan filan. Belə söhbətlər yoxdur Əlidir. Elə olsa sonraki qorxan ona sığına bilməz. Diqqət edirsiniz. Əgər bir dənə qorxana minnət qoysun, ikinci qorxan sənə sığınmayacaq. Görür axı, minnət qoyursan. Əli elə eləyirdi ki, bütün qorxanlar, bütün çarəsizlər, bütün zəiflər, bütün yetimlər, bütün miskinlər Əlinin qapısına ürəklə gedirdilər. Və ənə qaidul mümininə iləl cənnəh. Möminləri cənnətə mən rəhbərlik eləyəcəm. Və ənə hablullahil mətin, Allahın möhkəm ipi mənəm. O ki Allah Quranda buyurur: "Va'tasimu bihablillahi cəmi'a və la təfərrəqu." Möhkəm yapışın, Allahın ipindən ayrılmayın, mənəm o Allahın ipi. Və ənə urvatullahil vusqa. İstəyirsən o suda boğulan əlini atar, bir halqadan yapışar, bir yapışacaqdan yapışar, xilas olsun. O möhkəm Allah tərəfindən sizə əmanət kimi qoyulmuş o möhkəm halqa mənəm, yapışın məndən. Və kəlimətü təqva, mənsiz təqva yoxdur, təqva kəlməsi mənəm. Və ənə aynullah, mən Allahın gözüyəm. Və lisanuhu sadiq, onun doğru danışan diliyəm. Və yaduh, və vuran əliyəm. Ənə 10-cu hədisdə Həzrət Əleyhisselam öz məzlumiyyətinə bir balaca işarə eləyir. İnşallah gələn cümədə onun Həzrətin məzlumiyyətindən danışacaq öz dilindən. Ənə əvvəlu mən yədsu lil xusuməti bəynə edəyillah əzzə və cəl yevməl qiyamə. Qiyamət günündə hamıdan qabaq Allahın huzurunda diz çöküb şikayət eləyən mən olacam. Ənə əvvəlu mən əsləm. Hamızdan qabaq mən iman gətirmişəm. Ənə əvvəlu mən salla mə'ən nəbi. İmam Nəsai Sünən kitablarından birinin müəllifi. Xəsais-i Əmirül Möminin kitabında, Həzrət Əlinin xasiyyətləri kitabında yazır ki,
Deməli, İmam Nəsai'nin dövründə Həzrət Əlini heç 4-cü xəlifə də qəbul eləmirdilər. Ona görə o götürür, bir kitab yazır. Əmir əl-Mömininin xüsusiyyətləri. Orada deyir ki, Həzrət Əli buyurdu, sizlərdən heç biriniz 7 ildir namaz qılmırdı, mən 7 ildir namaz qılırdım. 7 il sizin hamınızdan qabaq namaza başlamışam. Siz elə ki gördünüz ki, aha, Peyğəmbərin bazarı qaynayır, yaxşıdır, vəziyyət pis deyil. Gəldiniz oradan buradan qoşuldunuz. Onda mən neçə illər mübarizə apardım İslam uğrunda. Bu Həzrət Əleyhisselamın həyatının öz dilindən bir parçadır və bizə örnəkdir. Bunların indi bu saat aktual, hamısı aktualdır. Həzrət Əli burada nə xasiyyət cəlib sayıbsa, mənim də, sənin də borcundur dediyimizə görə əvvəl özümüz əməl eləyək. Eləmirik, səhv eləyirik. Nəhy elədiyimizə görə əvvəl özümüz tərk eləyək. Hamımız gərək nicat gəmisi olaq. Hamımız gərək hittə qapısı olaq. Hamımız gərək nəfs meydanından qaçmayaq. Hamımız gərək şeytana məğlub olmayaq. Qanın tökək yerə. Hamımız gərək dünyanı təhqir eləyək. Hamımız gərək Peyğəmbərə yaxşı, mehriban dost olaq. Hamımız gərək hidayət bayrağı olaq. Hamımız gərək Allahın elmi olaq, agah qəlb olaq. Hamımız hadi olaq, mühtədi olaq. Hamımız yetimlər atası olaq. Hamımız miskinlərin çarəsi olaq. Hamımız qorxanların pənah yeri olaq. Başsız ailərin köməyi olaq. Zəiflərin arxası dayağı olaq. Hamımız gərək Allahın möhkəm ipi olaq. Hamımız gərək savab işlərdə, müsəlmana layiq olan işlərdə hamıdan qabağa keçməyə çalışaq. Var dövlətdə hamıdan qabağa keçməyi Firon da bacarırdı, Şəddad da bacarırdı, Qarun da bacarırdı, Nəmrud da bacarırdı. Dünyanın bütün əski adamları var dövlətdə qabağa keçmək üçün rəqabət edirdilər. Bütün əski adamları. Bütün alçaq adamlar var dövlət uğrunda mübarizə aparırlar. Savab uğrunda mübarizə aparmaq lazımdır. İnsanlıq, kamillik, mərdlik uğrunda mübarizə aparmaq lazımdır. O var dövləti də kamilliyə sərf eləyəcəksənsə, onun uğrunda mübarizə aparmaq lazımdır. Allahdan arzumuz budur ki, Allah Teala Həzrət Əli Aleyhisselamın qəlbinə bu məhəbbəti salsın ki, bizi də o yetimlərdən hesab eləyib atalıq eləsin bizə. Amin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin Allah Teala. Xəstələrə şəfa, ölənlərə rəhmət, qalanlara halal, salim, uzun ömür kəramət eləsin. Dünya və axirətdə bizi xəcalətli eləməsin. Nəslimizdə Quran əhl-i beyt düşməni qərar verməsin. Quran və əhl-i beytdən bizi ayrı salmasın inşallah. İslam'a, İslam ümmətinə xidmət eləyənlərə Allah Teala müvəffəqiyyət kəramət eləsin. Xəyanət eləyənləri məhv eləsin. Ağamızın zuhuru üçün salavat zikr eləyək. Allah əcr versin, Allah salamat.